Allahın bu arada bir işi də bundan ibarətdir ki, bizim elədiyimiz səhvləri kompensasiya eləyir. Demirik bu dəqiq nizamın içində biz nizamı pozub aləmi bir-birinə vururuq. Gedirsən qapısına, deyirsən ki, aləmi bir-birinə vurmuşam. Deyir, darıxma qaydasına salaram. Tövbə bu deməkdir. Darıxma, bütün o xarablıqların vardı, aləmi bir-birinə vurmuşsan. Bir iş görmürsən, bütün təbiət aləminə təsir edib. Sən darıxma, gəldin, dedin, mənə bəsdir. Mən indi sənin üçün qaydasına salaram. Cavan oğlandı, gəlir, deyir ki, ilahi, məsələn, enerji itirmişəm falan qədər günaha, bu enerji gedib, hədər olub. Allah deyir ki, mənə danışdığına, o enerjini artıqlaması ilə kompensasiya elədi. Günahda itirdiyin enerjini, bu münacatın verdiyi enerjisi neçə qat artıqlaması ilə təmin elədi. Bir gün gələcək inşallah dindar olmaq ağıl əlaməti sayılacaq. Darıxmayın, görəcəksiniz. Xoş adamların alına ki, bu işə xidmət elədilər. Bir gün gələcək, valla gələcək. Bir gün gələcək ki, bir insan namaz qılanda deyəcəklər, əhsən ağıllı adamdır. Şəffaflaşır, yavaş-yavaş düz ona doğru gedir. Biz ləngidirik prosesi. Yoxsa elm artıq gəlir yavaş-yavaş. Biz ləngidirik prosesi, biz. Hər bir şeydə bir səbəb-nəticə əlaqəsi var. Deyir, filan yerdə şeytanlar yığışır. Sən demə, indi alimlər deyir ki, burada mikroblar nəzərdə tutulur. Məsələn, qabın sınıq yerində. Deyir, oradan içməyə məkruhdur. Şeytanlar yığışır. Dırnağın içində deyir, şeytanlar yığışır. O dövrün ərəbinə mikroblar necə desin? Ərəb bilmir axı mikrob nədir? Şeytanın bu şeytan mənası var, bir də ziyanlı, zərərli mənasında bu şəkildə də işlənir. Necə maddi qaydalar, mənəvi qaydalar da elə. Heç nə təsirsiz ötüşmür. Başımıza gələn hər bir iş etdiyimizin nəticəsidir. Bunu çox danışmışam, bugün Salman Farsidən çox söz gəldi. Bir də budur ki, birini əqrəb sancdı, gəldi imamın yanına, dedi, ölürəm, imam dedi, ölməyəcəksən, amma bir xeyli əziyyət çəkəcəksən. Ona müalicə üçün də nələrsə dedi filan. Dedi ki, bəs gedirsən, soruşmursan nə üçün bu oldu? Heç maraqlı deyil sənə, niyə bu oldu? Deyir ki, maraqlıdır. Deyir, filan məclisdə Salman haqqında pis danışıldı, müdafiə eləmədi. Onun nəticəsidir. İndi o əqrəblərdən nə qədər bizi sancır, vacibə həmin əqrəb olsun, başqa şey olur. Bilmirik axı nəyin nəticəsi nədir? Qiyamət günü pərdələr çəkiləndə həyatı belə mütaliə edəcəyik biz. Deyəcək, filan həyatımda epizod var da, hadisə, o filan şeyə görəymiş. Hamısının əlaqəsini bizə göstərəcəklər. Dəqiq bir sxem yaranacaq gözümüzün önündə. Görəcək ki, necə biz dəqiq bu nizamın içindəydik. Hər bir əməlin nə ilənsə əlaqəsi var imiş. Dini qaydaların hamısı bizim xeyrimizədir. Mən bilmirəm, misal üçün, nə üçün İmam Sadiq Əleyhisselam deyir ki, mən göyərti olmayan süfrədə oturmuram. Məsumlar təkid edib göyərti çox yiyin, misal üçün. Gözün süfrədə qalanda çəkil, acanda otur, tox-tox yemək yemə. Bütün bunlar aləm bir-birinə vurmaqdır. Zəhərəl fəsadı fil bərri vəl-bəhr bimə kəsəbət əydin nəs. Yer üzündə, dənizdə və quruda fəsad zahir oldu insanların əməllərinə görə. Yəni, təbiətdə təsir göstərdi sizin əməlləriniz.